Salam uşaqlar, bugün cümlə işləyirik və videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmağınız kifayətdir. Mövzumuz sinonim, deməli, yaxın mənalı sözlərdir və davam edək. Укажите pары синонимов. Yaxın mənalı. Прекрасно, gözəl deyiriksə, başqa cür necə deyirik? Великолепно. Тихо, sakit və бесшумно. Холодно, soyuqdur və морозно. Радостно, sevinçli və veselo, yəni şən. 69-da bizim deməli C variantına uyğundur, düzdürmü? Так, хорошо. Укажите пары синонимов. Burada da eynən крепко мы говорим сильно, möhkəm, yəni sıx. Ярко и так, ярко у нас и выразительно, да? Ярко, выразительно, parlaq da belə deyək. Möhtəşəm. Так, плохо, pis, nexoрошо deyirik, красиво и прекрасно deyirik. Deməli, onda 70-də bizdə A variantıdır. 71. Burada da sinonim вкусно, аппетитно deyirik. Дальше жестоко, катар, да, жестоко, безжалостно, свежо и прохладно, сәрин, искусно, умело, bacarıqlı. Deməli, onda 71-də D variantına uyğundur. Дальше 72. Робко, робко и робко bilirsiniz nətərdir? Yəni qorxa da belə deyək. Робкий, yəni cəsarəti olmayan bir insana deyilir ki, робкий. Так, робко, не смело. Ondan sonra необходимо, lazımlı və нужно. Храбро, так, и бесстрашно, cəsarətlə, тихо və спокойно. Deməli, onda 72-də bizdə A variantıdır. Дальше 73-də укажите пары синонимов. Печально, kədərli və грустно. Так, резко, быстро, tez, мужественно və смело и умно və mudro. Müdrik də ağıllı. Так, onda 73-də baxaq. Так, B variantına uyğundur. Так, 74. Укажите пары синонимов. Burada da печальный, грустный, храбрый, отважный, спокойный и тихий. Spokойный, tih. Yəni, burada печальный, грустный, kədərlidir, храбрый, отважный, cəsarətlidir, spokойный, tih, sakit, yavaş, o şəkildə. Deməli, onda bizdə hansı variantına uyğundur? Так, D variantına da, правильно? Дальше. Укажите пары синонимов. Burada da независимый, независимый. Так, müstəqil, независимый и свободный deyə bilərik də burada, azad. Обыкновенный, обычный, adi, прекрасный и замечательный, gözəl. Deməli, 75-də, onda bizdə 1A, 2B, 3C. D variantıdır. Так, старинный, qədimi və древний deyirik. Чуткий, сердечный. Так, чуткий и сердечный. Mehriban, həssas insan. Так, фальшивый, искусственный. Süni, роскошный и богатый. Dəbdəbəli. Deməli, onda 76-da uşaqlar bizdə A variantıda
uygun gelir. Tak, 1B oldu. Tak, roskoşny, bogатый 4D. Düzdür. Tak, birdən uşaqlar baxıram ki, çünki birdən səhv olur da buralarda. Ona görə də diqqətlə baxın ki, uyğun olsun. Так, укажите пары синонимов. Burada da огромный, крупный, büyük, добросовестный, честный, dürüst, отрицательный, негативный. Так, негатив, горячий и жаркий. Правильно? Deməli, onda 77'də 1B desem и горячий, жаркий 4C oldu. Да? Значит, E варианты. Так, дальше. Burada da синоним. Цивилизованный, культурный, мәдәни, виртуозный, искусный. Так, дальше. Başarılı, да, искусный, необходимый, lazımlı, нужный, храбрый и отважный. Так, deməli 78'də 10'da bizdə B variantı uyğundur bura. И 79. Укажите пары синонимов. Роскошный, богатый, огромный, mощный deyə bilərik. Güçlü, büyük, мировой и всемирный. Так, одаренный и талантливый. İstedadlı. Deməli, onda 79'da uşaqlar bizdə B variantı uyğun gəlir. Belə uşaqlar, sağ olun, görüşərik.